Əslində verəcəyim çox suallar var, amma nəsə bu sualda daha çox indi bərqərar olmuşam. Bəzi məsələlər var ki, onda yaş göstərici vacib deyil. Məsələn, insan onu 19 deyir, insan var 30-unda qocadır, 60-ında cavandır. Yəni dərk məsələsi var da, idrak məsələsi var. Amma çox qəribədir. Mən bir fərd olaraq elə öz adımdan verirəm bu sualı. Mən niyə daha çox həyatı ömrün 40-dan sonra daha yaxşı başa düşməyə başlamışam? Nədir bu 40-ın sirri, sehri? 40 rəqəmində qeyri-adilik var. Rəqəmlər dünyasında düzdür. Bəzi rəqəmlər var ki, qutsallıq yüklənər ona, amma 40 kəlməsinin gerçəkdən insan həyatında böyük bir rolu var. Bəzən kamillik yaşı kimi göstərilir. Bəli. Peyğəmbərimiz Aleyhisselatü Vesselam'a 40 yaşında nübüvvətin verildiyi məsələsi var. Və eyni zamanda bir çox hadisələr var ki, 40 ilə daha çox əlaqəli bağlıdır. Ana bətnində 40 günlük evladın yetişib gəlmə məsələsi kimi. Amma daha çox məsələnin mənəvi tərəfi var. Mən sizə bir şey söyləyeyim. Əslində bu verdiyiniz suala bəlkə də biraz işıq saçacaq bir peyğəmbərin adını vermək istəyirəm. Həzrəti Yaqubu siz tanıyırsınız. 147 il onun ömrü olub. Onun 80 illik peyğəmbərlik dövrü var. 80 illik peyğəmbərlik dövrünün 40 ilini gözü həyata yumulu, kör olub. Çünki Allah Teala onun həyatına 12-ci evladı olaraq, daha da 11-ci evladı olaraq Həzrəti Yusufu verəndə Yusufun özündə o nübüvvət nişanəsini görüb ona daha qəlbindən, o dediyiniz qəlb hadisəsindən, qəlbdən bir meyl eləyir. İçdən bir ona sevgi bəsləyir və evlatların arasında təbii ki, sevgi fərqi olmaz. Hələ də başda bir peyğəmbərdirsə, amma içdən gələn, daxildən gələn bir bu tüğyandır. Yəni bir şimşək kimi çaxır. Həzrəti Yaqub əleyhissalamın səma dünyasında o Yusufa bir meyl eləyir içəridən və Rəbbimiz onu imtihana çəkir. Bilirsiniz ki, kiçik yaşlarında Yusuf əleyhissalam bir qəza ilahi olaraq bir quyuların içərisinə aparılır. Qardaşları tərəfindən atılanda o gecə-gündüz fəryad eləməyə başlayır, yalvarmağa və hətta evladlarından soruşanda ona yalan söyləyirlər. Peyğəmbər evladları ona 40 il müddət ərzində o peyğəmbər ağlayıb və gözləri kör olur. Onun üçün həyatda bir peyğəmbərə 2 köynək gətirilib. Biri quyuya atıldığı zaman əynindən çıxarılan köynək verilir. Aldadılmış köynək. Amma bir gün Allah Teala ona sultanlar sultanı, Misrə hakim sultan etdiyi zaman oradan köynəyini göndərir. Gerçək köynəyi oradan göndərir və o gözləri atasının tutulmuş gözlərinə məlhəm olur. Yəni insanın bəsirət gözünün açılması var. O 40-da açılır. Sevgili Peyğəmbərimiz bir hədisində söylüyor ki, deyir ki, 40 yaşında mələklərlə şeytan insana yaxınlaşar. Amma bu hər kəsə də şamildirmi əsas məsələ? Əslində bir kontrol var deyil. İnsan 40-ı çatanda bir yoxlama var. Bu insan 40 yaşına qədər necə yaşayıb? Ruhani bir həyat yaşayıb, mənəvi bir həyat yaşayıb, yoxsa günah vadilərində, günah kirlərinin, o günah sektorlarının içərisində mi həyatını yaşayıb, ömrünü çürüdüb? Dediyiniz o axirət xırmanına nə hazırlayıb? Baqi olan aləmə, bu fani dünyadan, bu vəfasız dünyadan nələr göndərib? Və mələklər deyir, onu kontrol edir. Əgər gerçəkdən o insanın həyat dəftəri kirlərlə doldusa, deyir, onun alından Allah qorusun şeytan öpər. Mənim afərin yaxın dostum deyir. Amma bir insanın gerçəkdən alnı açıq və o qəlbi həyatını, ruhani dünyasını feyzlərlə, məziyyətlərlə doldurub, imanı ilə, irfanı ilə gözəl bir həyat yaşayıbdırsa və mələk ona yaxınlaşır, alnından mələk öpür və beləcə insan gərək 40 yaşına çatanda alnını mələklərə öpdürəcək qədər açıq alınlı olsun. Kirli, riyakar bir insan deyil. Ona görə 40 yaşı çox önəmli bir həddir və çox ciddi bir sərhəddir. Bəlkə də ömrümüzün yarısından çoxu hesab olunur və bir yönü ilə artıq zirvədən biz enişə başlayırıq 40-da. Kamilləşmə dövrü var və 40 yaşında başqa bir hikmət də var ki, insanın bir yönü ilə şəhvəti hisslərinin daha çox azaldığı, mənəvi hisslərinin daha çox şahlandığı, taclandığı bir dövrdür. Bu baxımdan 40 yaşının gerçəkdən insan həyatında fövqəladə bir rolu var.